Hər vaxtınız xeyir. Deməli, biz danışacağıq sabit cərəyandan. Uşaqlar, indi düzdür, video qeydiyyat almışsınız. Siz zəhmət olmasa, suallarınız olduqca deyin. Suallarınız olduqca deyin. Sabit cərəyan haqqında danışacaq uşaqlar. Cərəyan nədir? Cərəyan dedikdə normal həyatda ilk ağlımıza gələn hava axını olur. Məsələn, evimizdə belə hallar rastlaşmışıq. Deyək ki, pəncərə açıqdır. Qapını da açanda bizə deyirlər ki, qapını bağla və yaxud da ki, nəfəsliyi bağlayın, skvozniak olur, deyirik ki, cərəyan olur, deyirik ki, bax, o cərəyan məsələsi nədir? O qapıdan, deyək ki, girən hava kütlələri gedir pəncərədən çıxır, içəridə külək yaranır. Hava molekularının hərəkətinə biz burada nə edirik? Cərəyandır deyirik. İndi bizim fizikada öyrəndiyimiz cərəyan isə yüklərin naqildə hərəkətidir. Necə ki, o qapıdan keçib pəncərədən çıxan və yaxud da əksi qapıdan keçib də pəncərədən çıxan dedirsə, pəncərədən keçib qapıdan çıxan o hava molekuları cərəyan yaradırsa, indi isə yüklərin naqildə hərəkətinə biz fizikada cərəyan deyəcəyik. Söhbət nədən gedir? Məsələn, biz elektrik yükündə yük haqqında danışırıq. Yük Q hərfi ilə işarə olunur. Əgər mənfi yükdürsə, Y, yəni elektrondur. Müsbət yükdürsə, P ilə işarə edirik, protondur deyirik. Həmin o yüklərin, yəni müsbət və mənfi yüklərin naqildə hərəkəti nə yaradır? Cərəyan yaradır. Gəlin birinci başlayaq elə naqil anlayışı ilə. Bəs naqil nədir? Əgər elektron və yaxud da proton, yəni yüklü zərrəcik qısaca, orada hərəkət edə bilirsə, həmin maddə naqil hesab olunur. Naqil deyəndə ağlımıza yalnız ətrafda elektrik enerjisini çəkmək üçün istifadə olunan şunul gəlməsin uşaqlar. Naqillər iki cür olur. Birinci növ naqillər, bir də ikinci növ naqillər. Bəs nədir bu birinci növ naqillər, nədir ikinci növ naqillər? Elektrik cərəyanını keçirən metallar birinci növ naqil hesab olunur. Məsələn, elektrik cərəyanını bir yerdən başqa yerə daşımaq üçün, yəni qısaca bizim loru dildə desək, tok çəkmək üçün istifadə etdiyimiz o şunul dediyimiz elementar birinci növ naqil olunur. Çünki onların içərisindəki dəmir metaldır. Məsələn, ola bilər alüminiumlandır, ola bilər misdir və s. Yəni, bunlar cərəyan keçirən metallar birinci növ naqil hesab olunur. Bəs müəllim, ikinci növ naqil nədir? Digər maddələr, xüsusilə suda məhlul elektrik cərəyanı keçirən turşular, duzlar, qələvilər, bunlar ikinci növ naqil hesab olunur. Daha konkret misal deyək, məsələn, burada bir gölməçə var deyək. Deyək ki, hər hansı bir adam hərəkət edir və burada bir şalbandan naqil qırılıb düşüb gölməçəyə. Bu adam naqilə yaxınlaşmadan bu gölməçəyə əlini uzatsa, o adamı oradan tok vuracaq. Niyə? Düzdür, burada naqil olmasa da su var da, elə deyil. Həmin su cərəyanı keçəcək. Burada suya düşən naqildən tok bu adamı gələcək vuracaq. Bax, bu zaman bu su ikinci növ naqil hesab olunur. Yəni, naqil deyəndə yalnız ağlımıza o alüminium misdən falan hazırlanmış şunul gəlməsin. Bax, burada su nə keçirdi? Cərəyanı keçirdi. Bax, bu zaman su naqildir. Hətta görürük ki, burada deyək ki, vəlini tok vurur, vəli vibrasiyadadır. Gəlir, məsələn, aydan da, vəlidən tutanda ki, itələmək üçün. Bax, bu zaman aydanı da tok vurur. Bax, burada bu zaman vəli də ikinci növ naqil hesab olunur. Çünki vəlidən də nə keçdi? Cərəyan keçdi. Yəni, naqildə ki, yük hərəkət edir, bax, o zaman o özünü nə cür hesab edir, nə cür aparacaq özünü naqil kimi. Yəni, maddədə ki, yük hərəkət edə bilirsə, özünü nə cür aparır? Naqil kimi. Məsələn, maddələr iki cür olur deyə bilərik. Naqillər və dielektriklər. Yəni, cərəyanı keçirə bilənlər naqil hesab olunur. Cərəyanı keçirə bilməyənlər isə dielektrik hesab olunur. Bugün nəsə olub, mənim qrafiki planşetim yaxşı yazmır, xəttimdə biz düşür. Baxaq, burada yoxlayaq. Cərəyanı keçirən maddələr nə adlanır? Dielektrik adlanır. Məsələn, dielektriklər nə üçün istifadə olunur? Dielektriklər uşaqlar izolyasiya məqsədləri üçün izolyator kimi istifadə edirlər. Dielektriklərə misal olaraq, məsəl üçün,
rezini, taxtanın misal göstərə bilərik. Naqilin, yəni metalın üzərinə adətən rezin ilə qaplanılmasının səbəbi odur ki, oradan nə keçməsin, cəryan keçməsin və cəryan keçməsin deyəndə ona təmasda olan insanı və yaxud da ki, hər hansı bir başqa bir əşya ki, metal ola bilər, ona toxunduqda ona cəryan keçməsin. Bax, dielektriklərdən izolyatorlar kimi, izolyasiya məqsədi üçün naqillərin üzərini qaplamaq üçün istifadə edirlər. Bu bizim birinci, ikinci növ naqillərimiz və naqil olmayan maddələr isə dielektrik adlandırmağımızdır. İndi gəlin biraz daha aydın danışaq ki, cəryan nədir? Uşaqlar, fizikada cəryanı i hərfi ilə işarə edəcəyik. Daha dəqiq olsun deyə gəlin biraz böyük bir naqil çəkək. Bax, bu naqillərimiz adətən hansı tipdə olur uşaqlar? Silindir şəklində olur da, elə deyil. Naqilin, mən burada çəkəcəm. Çünki nəsə xoşum gəlmədi. Orada qələmim yaxşı işləmədi. Ona görə məcburam ki, buradan çəkim. Gəlin naqillər haqqında danışaq. Üzrü sayın, yəni cəryan haqqında danışaq. Bir naqil çəkirəm. Bunun bir hissəsini bax belə böyük çəkirəm. Qalan hissələrini çox da böyük çəkməyəcəm. Burada bir cəryan mənbəyi çəkirəm. Uşaqlar, baxın, bu cəryan mənbəyidir. Cəryan mənbəyi deyəndə o yüklərin qaynağı, söhbət oradan gedir. Yəni, o cəryan hardan gəlir? Mənbədir. Ümumiyyətlə, cəryan mənbəyinin şərti işarəsini bilmək lazımdır. Cəryan mənbəyinin şərti işarəsini ya belə ifadə edə bilərik. Məsələn, bu zaman adlandırmalıyıq. Bu müsbətdir, bu mənfidir. Cəryan mənbəyinin şərti işarəsini belə də işarə edə bilərik. Bu kondensatora oxşasa da, kondensatorda bir-birinə bərabər iki paralel lövhədir. Amma burada qalvanik element və yaxud da bunun adı batareya gedir. Məsələn, evdə saatlarınız var ya, saatın arxasında adətən bir batareya olur da. Bax, o batareya, qalvanik elementin işarəsi belədir. Və böyük olan qütb, daha bunun üzərində müsbət mənfi yazmağa ehtiyac yoxdur. Çünki böyük olan həmişə müsbətdir, kiçik olan da həmişə mənfidir. Burada müsbət mənfi qütbü qeyd etməyə ehtiyac var. Mənbənin iki qütbü olur, müsbət mənfi. Əlbəttə ki, söhbət sabit cəryandan gedir uşaqlar. Dəyişən cəryandır evimizdəki mənbələrdə, orada müsbət mənfi yoxdur. Orada fikir verirsiniz, raziyetə biz daxil eləyəndə həmişə vilkanı deyək. Daxil eləyəndə müsbət mənfiyə baxmırıq. Çünki evdəki cəryanlar dəyişən cəryandır. Biz nədən danışırıq? Dərsimizin adı sabit cəryandır. İndi uşaqlar, cəryan mənbəyi, sabit cəryan mənbələrindən danışırıq. Burası müsbət, burası mənfidir. Yeri gəlmişkən, dəyişən cəryan mənbəyinin şərti işarəsi bu şəkildədir. Orada mənfi, müsbət qütb qoymurlar. Amma sabit cəryan mənbəyinin şərti işarəsi ya belə göstərə bilərsiniz, ya bir batareya olsa belə və yaxud da ki, bir neçə batareya olsa, baxın, belə də göstərə bilərsiniz. Fikir verirsiniz, iki dənə batareya burada bir-birinə qoyulub. Ardıcıl birləşdirilmiş şəkildə. Bu, böyük qütbün müsbət, kiçik olan hissəni isə nə cür göstərəcəksiniz? Mənfi. İndi uşaqlar, mənfidə nələr olur? Elektronlar, müsbətdə nələr olur? Protonlar. Siz bilirsiniz ki, protonlar elektronları nə edir? Özünə cəzb edir. İndi burada elektronlar çıxır, hərəkət eləyəcək. Normalda gəlin bura bir açarda yerləşdirək, daha aydın başa düşmək özü üçün. Açar dediyimiz nədir? Evdə o elektrik cəryanını, lampanı yandırıb söndürmək üçün istifadə etdiyimiz o açardan söhbət gedir. İstəsək düymədə yerləşdirə bilərik. Düymə budur. Bax, düymənin şərti işarəsi belədir. Məsələn, televizorlarımızda adətən düymə olur. Yandırıb söndürmək üçün və yaxud da bir çox elektronik qurğularda onları yandırıb söndürmək üçün düymə olur. Amma bəzilərində də ki, açar olur bu şəkildə. İndi inşallah əyani dərslərdə sizə düymən açarın fərqini göstərərəm. İndi vaxt olsa göstərərəm şəkillərdən. Düymə budur, açar budur deyə. Evimizdə o işığı yandırıb söndürmək üçün istifadə etdiyimiz o kulçatır deyirik də, Azərbaycanca tam adını deməsək. O açardır. O da ki, bəzi cihazlarda da düymə var yandırıb söndürmək üçün. Kulçatırı yoxdur. Həmin onun şərti işarəsi də belədir.
Biz bu dərsdə çox şərti işarəli keçəcək. Yavaş-yavaş bu şərti işarələri siz öyrənməlisiniz. Bu da açardır uşaqlar. İndi uşaqlar, burada elektronlar var, burada da protonlar var və açarı qapanmamışdan qabaq bu naqilin bu hissəsinə baxaq. Naqildə nələr var uşaqlar? Naqildə məsələn elektronlar var. Deyək ki, bunlar naqil boyunca sağa, sola, yuxarı, aşağı rəqsi hərəkət edirlər. Deyək ki, burada həm də nələr var uşaqlar? Protonlar var. Burada protonlar da deyək ki, sağa, sola, yuxarı, aşağı hərəkət edirlər. Bax, burada protonlar var. İndi nə edirik uşaqlar? Açarı qapayırıq. Açarı qapayanda nə baş verəcək? Buradakı elektronlar hansı tərəfə gəlməlidir? Bax, biz dedik, müsbət tərəf elektronları özünə çəkəcək. Elektronlar hərəkət edib hara gələcək? Müsbət tərəfə gələcək. Bax, elektronlar hərəkət edəcəklər. Hara gələcəklər? Müsbət tərəfə. Bəs protonlar hansı tərəfə gələcək? Protonlar da hərəkət edib gedəcəklər hara? Onlar da mənfi tərəfə. Çünki mənfi tərəfindən nə olacaq? Protonlar da cəzb olunacaq. Protonlar əlbəttə naqil boyunca hərəkət edəcək. Nəyə tərəf? Mənfi tərəfə. Beləliklə, dövrədə yüklərin nizamlı hərəkəti baş verəcək. Protonlar mənfiyə tərəf gedəcək. Elektronlar isə müsbətə tərəf. Və deyəcək ki, naqildə yük var və onlar hərəkət etməyə başlayıblar. Dövrədə nə yaranacaq? Elektrik cəryanı yaranacaq. Cəryan da I hərfi ilə işarə olunur. Düstur olaraq belə deyirik. Müəyyən zamanda naqildə hərəkət edən yük nəyi yaradır? Cəryanı yaradır. Hətta burada könü biz N-yə böl T kimi də aça bilərik. Onsuz da bilirik ki, N sayda elektronun burada hərəkətinlə cəryan yaranmış olur. Və cəryan nəyə bərabərdir? N-yə böl T-yə. Ümumiyyətlə, sizdən soruşsalar ki, cəryanın yaranması üçün hansı şərtlər var? Uşaqlar, bax, cəryanın yaranması üçün, yəni I-nin yaranması üçün 3 şərt var. Birincisi, yük olmalıdır mütləq. İkincisi, yükün sürəti olmalıdır mütləq. Üçüncüsü isə dövrə qapalı olmalıdır mütləq. Gördünüz, biz burada açarı qapayandan sonra cəryan yarandı. Açıq olan halda yaranmır. Dövrə qapalı olması bu deməkdir. Yüklər hərəkət edəndə cəryan yaranır və yük olanda cəryan yaranır. Yoxsa burada yükün başqa bir şeyin hərəkətindən söhbət getmir. Yəni, cəryanın olması üçün yük olmalıdır, o yükün sürəti olmalıdır və dövrə nə cür olmalıdır? Qapalı olmalıdır ki, cəryan yaransın. Sizdən sorsalar ki, cəryan nə zaman olur? Deyəcəksiniz ki, yük var və onlar hərəkət edirsə, dövrə də qapalıdsa, cəryan yaradacaq. Biraz daha yaxşı çəkməyə çalışaq bunları indi. Daha aydın çəkək. O xırda detalların üzərindən keçmədən. Qısaca biz cəryan nədir deyəndə, uşaqlar, bu naqilimizdir deyək ki, qısaca biz cəryan nədir deyəndə, baxın, bu naqilimiz olsun, bu naqilin müsbət tərəfi olsun, bu da naqilimizin mənfi tərəfi olsun. Burada bir açarımız var idi. Açarı qapıyaq. Sadəcə bax, bu hissəsi elə bir ki, naqildir. Bu hissəsini daha böyük çəkmişəm də, siz aydın başa düşəsiniz deyə. Mən indi hamısını çəkməyəcəm. Burası siz artıq yazmaq əslində düzgün deyil. Artıq siz bilirsiniz ki, böyük olan tərəf müsbətdir, kiçik olan tərəf mənfidir. Yəni, bu cəryan mənbəyidir. Kiçik olan mənfidir. Böyük olan tərəf müsbətdir. Və uşaqlar, elektronlardır. Elektronlar ha tərəfə hərəkət edir. Müsbətə tərəf hərəkət edir. Dövrə qapanır, cəryan yaranır. Cəryan I hərfi ilə işarə olunur. Sizdən soruşsa, cəryan nə zaman yaranar? Hansı şərtlər daxilində yaranar? Bax, 3 şərtin 3-ü də ödənməlidir. Birincisi yük olmalıdır, ikincisi yükün sürəti olmalıdır, üçüncüsü də nə olmalıdır? Dövrə qapalı olmalıdır ki, nə etsin? Cəryan yaransın. Sonra sizdən soruşula bilər ki, bəs cəryanın istiqaməti nədir? Deyəcəksiniz ki, elektronların hərəkət istiqaməti, uşaqlar, hansı şəkildədirsə, cəryan onun əksinə yaranır. Bax, elektronlar hansı istiqamətdə hərəkət edir? Müsbətə tərəf. Onda cəryanın istiqaməti, uşaqlar, onun əksi olacaq. Siz yadınızda saxlayın, elektronlar hansı istiqamətdə hərəkət edirsə, cəryan onun əksinə doğru yaranmış olur. Bu bir. Sonra, uşaqlar, siz bilməlisiniz ki, fizikadan buranın
öncəki dərslərimizdən potensial anlayışı var idi. Bu tərəfin potensialını F1 ilə, bu tərəfin potensialını F2 ilə işarə eləsək, siz bilirsiniz ki, artıq müsbət yükdə, çünki biz yükdə keçirik potensialların müqayisəsini. Müsbət yükdə potensial mənfi yükdə nə olur? Böyük olur. Onda cəryan həmişə hansı istiqamətdə axılmalıdır? Böyükdən kiçiyə doğru. Biz adicə demişdik də, istilik də həmişə temperaturun çox olduğu nöqtədən nəyə doğru axır? Az olduğu nöqtəyə doğru axır. Bax, onunla əlaqələndirin, yadda saxlayın demişdik ki, cəryan da hansı istiqamətdə axır? Həmişə harda potensial daha böyükdürsə, böyük potensialdan hara doğru axır uşaqlar? Kiçik potensiala doğru cəryan axır. Məsələn, siz müsbət tərəfi biləndə, mənfi tərəfi biləndə avtomatik olaraq cəryan müsbətdən çıxıb hara getməsi lazımdır? Mənfiyə doğru getməsi lazımdır deyəcəksiniz. Baxın, deməli, biz dedik ki, cəryan istiqaməti lazımsa, birinci baxırıq, elektron hansı istiqamətdə hərəkət edirsə, onun əksi götürürük. Potensial harda böyüksə, ondan kiçiyə doğru götürürük və yaxud da harda müsbət varsa, müsbətdən mənfiyə doğru götürürük. Bu, bizim cəryanımızın istiqaməti oldu və cəryan I hərfi ilə işarə olunur və müəyyən zamanda naqildən keçən yükə bərabərdir. Cəryan vahidi amper kişi kəşf etdiyinə görə amperin şərəfinə amper qəbul olunur və cihaz olaraq da ampermetrlə ölçülür. Ampermetrin də şərti işarəsi belədir. Məsələn, burada axan cəryanı ölçmək üçün ampermetri dövrəyə ardıcıl qoşmaq lazımdır. Biz sonradan öyrənəcəyik. Gərginliyi ölçmək üçün voltmetrdən, ampermetrlə isə cəryanı ölçmək üçün istifadə edirik. Ampermetrin A-sı ilə yadda saxlayın ki, ampermetr dövrəyə ardıcıl qoşulur. Voltmetr isə paralel qoşulur. İndi o paralel nə cür qoşulur, ondan danışarıq. Sadəcə ampermetri hələ ki bilin ki, belə dövrəyə nə cür qoşulur? Ardıcıl və nəyə ölçür? Cəryan şiddətini ölçür. Amper cəryan şiddətinin vahididir. Həm də biz amperi beynəlxalq sistemdəki 7 əsas vahiddən biri götürürük. Düzdür, I Q/T'dir və vahidi amperdir. Onda amperi həm də biz belə ifadə edə bilərik. Yükün yerinə klon yazarıq. Yükün vahidi klondur. Zamanı da yerinə saniyə. Amperi əsas vahidlərlə ifadə etmədik. Ya, amper onsuz da nədir? Özü əsas vahiddir. Sadəcə olaraq amperi klon bölünsün nə kimi? Deməli, saniyə ilə də ifadə edə bilirik. Uşaqlar, sizdən sorsalar ki, bəs cəryan nədən asılıdır? Uşaqlar, dinləyirsiniz də, bunları başa düşdünüz. Mən ümumiyyətlə baxım, kim qoşulub, kim var, kim yox. Çox yenə də qoşulmayıb. Xahiş edirəm, sual olanda, xüsusilə də təzə qoşulan şagirdlər, onun siniflər, heç çəkilməyin, sual verin. Sual var uşaqlar burada. Tamam. Sual olduqca çəkinməyin, verin. Deməli, indi danışaq. Mən bu sabit cəryan iri dərs olduğuna görə 2-səyə bölüb keçəcəm. Çalışacağım ki, sürətli şəkildə danışmayayım. Çünki hər şeydən danışmaq istəyirəm. Həm 11-lər üçün təkrar olsun, həm də 10-cu siniflər daha detallı öyrənsin. Hər şeyini haqqında danışacağım. Nəsə qaranlıq qalan bir şey olmasın. Ona görə sizdə qaranlıq qalan bir şey olanda sual verin, onu bir daha aydınlataq, detallandıraq. Uşaqlar, indi öyrənək ki, bəs bu cəryan var, naqildən keçən yüklərin hərəkət etməsi ilə yaranır dedik. Yaxşı, bəs bu cəryan şiddəti nədən asılıdır? Cəryan şiddəti qısaca deyirlər ki, I bərabərdir 7-dan asılıdır. Bəs bu 7 dediyimiz məsələ nədir? Gəl onu aydınlaşdırmağa çalışaq. 7 dediyimiz bu məsələ nədir? Uşaqlar, bir naqil çəkək bura, bir naqil çəkək və bayaq dediklərimizi burada daha aydınlaşdıraq. Naqillər nə cür olur? Silindir şəklində olur da. Mən təxminən bir silindir çəkməyə çalışacağam. Məsələn, bu yaxşı olmadı. Aha, indi aşağıdan problem yarandı. Təxminən belə bir şey. Haradan yaransa da çəkəcəm. Nəysə, olsun.
Yenə deyirəm, bu kiçik qütübü mənfi olsun, böyük qütübü də belə çəkir, bu da müsbət olsun. İndi uşaqlar, bura baxın. Cəryan i nədən asılıdır? I ümumiyyətlə nədir? Bu düstur alacaq, sondakı budur. I Q bölünsün nəyə bərabərdir? Q bölünsün T'yə bərabərdir. Q-nü də nə cür açarıq? N-yə böl T kimi açarıq. İndi uşaqlar, belə deyək də, baxın, buradakı N nədir? Buradakı elektron sayıdır. Buradakı N nədir? Elektron sayı. Məsəl üçün, siz bilirsiniz ki, artıq bunu mən dəfələrlə çəkəcəm. Bu kiçik qütüb mənfidir, böyük qütüb müsbətdir. Elektronlar hansı istiqamətdə hərəkət etməlidir? Biz sadəlik olsun deyə daha protonları çəkmirik. Elektronlar haqqında danışacaq. Əslində, mühitdən mühitə keçdikcə, xüsusilə müxtəlif mühitlərdə siz öyrənəcəksiniz ki, hər mühitin, hər naqilin özünün yük daşıyıcıları var. Məsələn, yarım keçicilərdə sərbəst elektronlar və deşiklərdir. Deyək ki, metallarda və ifrat keçiricilərdə yalnız sərbəst elektronlardır. Digərlərində fərqlidir. Yəni, maddənin növünə asılı olaraq yük daşıyıcılar da əlbəttə orada nə cür olur? Fərqli olur. İndi, belə deyək də, biz öyrənməyə çalışırıq ki, bəs cəryan nədən asılıdır? Cəryanın asılığını göstərmək üçün qısaca uşaqlara bəzən belə deyirik ki, cəryan şiddəti 7-dan, 7-də ingiliscə 7 ilə yadda saxlayın, 7-dan asılıdır. Bəs buradakı 7 nədir? Uşaqlar, S naqilin ən kəsik sahəsidir. Naqilin ən kəsik sahəsi, yəni bu hissəsi nə qədər geniş olsa, oradan nə keçər? Daha çox yük, yəni elektron keçər. Yəni, ən kəsik sahəsi ilə nə cür asılıdır? Düz asılıdır. Sahə genişlədikcə, naqil daha qalın olanda, o daha yaxşı elektrik cəryanı keçər. Sonra, Y nədir? Y elektronlardır. Əlbəttə ki, yük daşıyıcılar, yəni Q, yük deyək də, bu adətən Q yazırlar, sadəcə olaraq 7 sözü ilə yadda saxlaya biləsiniz deyə. Orada Q-nün yerinə siz bilirsiniz ki, yük əgər elektronsa Y hərfi ilə, protonsa P hərfi ilə işarə olunur və biz burada yükü elektron adlandırdıq, ona görə Y hərfi ilə işarə etdik. Yəni, burada əslində Q-dür də, Q-dür, sadəcə olaraq sıqılın yadda qalmır, 7 daha yaxşı yadda qalır, ona görə orada Q yox, Y yadda saxlayın. Yük əlbəttə nə qədər çox olsa, yəni Q nə qədər çox olsa, bir o qədər çox cəryan keçər də buradan. Q ilə düz asılır. Növbəti, buradan keçən yüklərin sürəti, yəni V-si nə qədər böyük olsa, cəryan şiddəti də bir o qədər böyük olar. N-i xatırlayırsınız, MKN-də keçmişdiniz N-i. N nə idi? Vahid həcmə düşən molekul sayı idi. Burada deyirik ki, N nədir? Deyirik ki, vahid silindrin, yəni naqilin N kəsik sahəsini nəzərə almalı, həcminə düşən elektron sayıdır. Yəni, orada molekul sayı idi MKN-də. Konsentrasiya. Burada isə nədir uşaqlar? Elektron sayıdır. Konsentrasiyadan da necə asılıdır? Düz asılıdır. Yəni, cəryan şiddəti I 7-la necə asılıdır uşaqlar? Deyəcəksiniz ki, 7-la düz asılıdır. N kəsik sahəsi ilə, yüklə, yükün sürəti ilə, konsentrasiya ilə cəryan şiddəti necə asılıdır? Düz asılıdır deyirsiniz. Cəryan şiddəti, bir daha deyirəm, I hərfi ilə işarə olunur. I nədən asılıdır? Düz 7-dan asılıdır. Həm də uşaqlar, cəryan şiddəti həm də nədən asılıdır? Cəryan şiddəti həm də uşaqlar, I nəyə bərabərdir? O, sonra deyərik dövrə hissəsi üçün onun qanunu danışanda daha yaxşı da onu detallandıraraq. Məsələn, biz dedik ki, cəryan şiddəti I nədən asılıdır? 7-dan asılıdır. Siz yeri gəldikdə burada, uşaqlar, sahəsini tapa bilərsiniz. Y verildikdə, V verildikdə, N verildikdə cəryan şiddətini tapa bilərsiniz. S verildikdə və yaxud da ki, I verilib, E verilib, V verilib, N verilib, S tapıla bilərsiniz burada. Məsəl üçün, deyək ki, hər biri verilib, sürət verilməyib. Yükün sürətini tapmaq üçün siz buradan V-ni nə cür taparsınız? Cəryan şiddətini bölərsiniz nəyə? S-nə. Belə də sürəti nə edə bilərsiniz? Əlbəttə ki, tapa bilərsiniz. Yəni, buradan siz verilənlərə görə istədiyiniz şeyi rahatlıqla nə edə bilərsiniz? Tapa bilərsiniz. Sonra siz burada bilməli olduğunuz kəmiyyətlərdən biri də cəryan sıxlığıdır. Cəryan sıxlığıdır. Cəryan sıxlığı, deməli, uşaqlar, cəryan sıxlığını J hərfi ilə işarə edəcəyik.
Cəryan sıxlığını J hərfi ilə işarə eləyəcəyik. Cəryan sıxlığı bəs nədir desə, cəryan şiddətinin o cəryanın keçən naqilin ən kəsr sahəsinə olan nisbətidir. Yəni cəryan şiddətini ən kəsr sahəsinə böldükdə cəryanın nəyini alırsınız? Sıxlığını alırsınız. Hətta burada i-nin yerinə 7 yazsaq, 7 bölünsün s desək, s-lər ixtisar edib cəryan sıxlığı üçün even deyə də düstur ala bilərik. Cəryan sıxlığı üçün də even deyə düstur ala bilərik. Bax, cəryan şiddətinin düsturu 7-dir. Cəryan sıxlığının düsturu desələr, J-nın düsturu evendir deyəcəksiniz. Və cəryan sıxlığının vahidi hətta qabla sual olaraq düşüb. Cəryan şiddətinin yerinə amper, ən kəsr sahəsinin yerinə isə diqqət edin orada sahədir, uzunluq deyil, metr yox, metr kvadratı yazacaqsınız. Cəryan sıxlığının vahidi nə olmuş olacaq? Amper bölünsün, metr kvadratı olmuş olacaq. Hətta uşaqlar, cəryan sıxlığı, cəryan bildiniz ki, istiqaməti olan kəmiyyətdir, vektorial kəmiyyətdir. Bəs cəryan sıxlığı desələr, cəryan sıxlığı da vektorial kəmiyyətdir. Və naqildən hansı istiqamətdə cəryan keçirsə, məsələn, elektronlar sola gedirsə, cəryan istiqaməti sola götürür, cəryan sıxlığının istiqaməti də sola götürüləcək. Yəni, cəryan hansı istiqamətdədirsə, cəryan sıxlığının istiqaməti də o istiqamətdədir deyəcəksiniz. Yəni, yadınızda saxlayın, birdən sizə sual kimi düşsə, cəryan sıxlığı vektorialdır ya skalyardır desələr, deyəcəksiniz ki, nə cür kəmiyyətdir? Vektorial kəmiyyət. Hansı istiqamətdədir? Cəryan hansı istiqamətdədirsə, cəryan sıxlığı da nə cürdür? Həmin istiqamətdədir deyəcəksiniz. Sonra uşaqlar, burada bilməli olduğunuz kəmiyyətlərdən biri də, məsələn, çox tez-tez rastımıza düşən sual tiplərindən biridir. Siz bilirsiniz ki, i nəyə bərabərdir? Q böl t-yə. Və biz nədən danışırıq? Sabit cəryandan. Adı üstündə nədən danışırıq? Sabit cəryandan. Sabit cəryan deyiriksə, i nəyə bərabər olmalıdır? Konst olmalıdır. Yəni, nə cür olmalıdır? Sabit olmalıdır. İndi, sabit cəryanın, belə deyək də, cəryanın zamandan asılı qrafikini çəksək, yəni i-nin t-dən asılı qrafikini çəksək, cəryan şiddəti zamandan sonra nə cür qalmalıdır? Sabit qalmalıdır. Konst qalmalıdır axı. Yəni, ya artan, ya da ki, azalan çəkməməliyik. Məsələn, dəyişən cəryan haqqında biz gələn həftədə yox, atom növ fizikası haqqında danışacaq, o biri həftə dəyişən cəryan haqqında danışacaq. Bu həftə nə ki, yaxşı yerinə düşdü, dəyişən cəryanı keçməmişdən qabaq, sabit cəryanı bir daha nə edirik? Təkrarlayırıq. Cəryan sabitdir də, yəni nə cür qalmalıdır qrafik? Sabit qalmalıdır. Bax, bu şəkildə qalmalıdır deyirik i-nin t-dən asılığı üçün. İndi uşaqlar, i-nin t-dən asılığı bu şəkildə qalmalıdır deyirik. İndi burada belə bir maraqlı məqam var. Məsələn, sizə desələr ki, i-nin düsturu nədir? Q bölünsün t-dir və buradan yükü tapın desələr, yükü tapmaq üçün i-ni t-yə vurmalıyıq. Buna 1-də i kimi baxsaq, çarpaz 1-i Q-yə, i-ni də t-yə vururuq da, elə deyil. Yəni, Q yük nəyə bərabərdir? i-t-yə. Siz xatırlayırsınız, S-in düsturu, gəlin bir xatırlayaq, S nəyə bərabər idi? v-t-yə. Nə zaman ki, sürətin zamandan asılı qrafiki verilsə, qrafik nə olur olsun, altda qalan fiqurun sahəsi yola bərabərdir. Yəni, yolu tapmaq üçün S fiqurun sahəsini tapırsınız. Yenə deyirəm, bu bizə bir çox bölmədə rastımıza çıxan sual tipidir ki, həmişə biz nə demişik? Məsələn, yol nəyə bərabərdir? v-t-yə bərabər sürətli hərəkəti üçün. V-nin t-dən asılı qrafiki verilsə, onda yolu nə cür tapırıq? Qrafik nə olur olsun, altda qalan fiqurun sahəsi kimi. Deyək ki, qrafik burada belə düz xətt olsa, altda qalan fiqur düzbucaqlıdır. Qrafik belə olsa, altda qalan fiqur trapesiyadır. Qrafik belə olsa, qrafiklə t-oxu altda qalan fiqur, yəni bu ikisi t-oxu ilə qrafik arasında qalan fiqur üçbucaqdır. Üçbucağın sahəsi kimi tapacaq deyiriksə, indi diqqət edin, eyni məntiqlə, eyni analogiya ilə buna yanaşa bilərik. Məsələn, cəryan şiddətinin zamandan asılı qrafiki verilsə, onda fiqurun sahəsi nəyə bərabər olmalıdır? Aşağıdakı kimi, sürət zaman veriləndə fiqurun sahəsi isə bərabər olduğu kimi, şiddət zaman da veriləndə bu qrafiklə t-ox arasında qalan bu fiqurun sahəsi nəyi verəcək? Yükü verəcək. Yəni, dolayısıyla bizə, məsəl üçün, orada i-nin t-dən asılığı verilsə və belə bir qrafik verilsə, onda biz nə etməliyik? Bu qrafiklə t-ox arasında qalan fiqurun sahəsini tapıb, o S fiqurun sahəsini, bu fiqurun sahəsini
Yükə bərabər etməliyik. Bizdən yük soruşsa və cəryan şiddətinin zamanı asılı qrafiki verilsə, uzun sözün qısası, cəryan şiddətinin zamandan asılı qrafiki verilib yük soruşulsa, nə etməliyik? Həmin o grafikin altında qalan fiqurun nəyini tapmamız lazımdır şagirdlər? Sahəsini tapmamız lazımdır. Bunu da bir qeyd kimi yadda saxlamağımız lazımdır. Bu da bizim bilməli olduğumuz qeydlərdən biri idi. Ən önəmlilərindən biri idi. Uşaqlar, indi danışaq nədən? Biz burada, yəni məsəl üçün dedik ki, cəryanı danışırıq. Cəryan, gəlin qısaca keçdiklərimizi ümumi bir refleksiya eləyək. Sürətli bir şəkildə. Deməli, cəryan i hərfi ilə işarə olunur. Cəryan Q böl T-yə bərabərdir. Əslində belə yazma doğru deyil. I nədən asılıdır? S-dən asılıdır dedik. Cəryan şiddəti hansı istiqamətdə desə, dedik ki, elektronlar hansı istiqamətdə gedirsə onun əksinə. Və yaxud da ki, harada potensial böyüksə, cəryan böyük potensialdan kiçiyə doğrudur. Və yaxud da ki, müsbət haradırsa, müsbətdən cəryan mənfiyə doğrudur dedik. Sonra desələr ki, cəryan özü nədir? Deyirik ki, naqildə yük daşıyıcıların nizamlı hərəkətidir. Desələr ki, cəryan yaranması üçün neçə şərt lazımdır? Deyirik ki, yük olmalıdır, yükün sürəti olmalıdır, dövrə qapalı olmalıdır ki, cəryan yaransın. Desələr ki, cəryan nədən asılıdır? O dedik S-dən. Desələr ki, cəryan şiddətinin zaman asılı qrafiki verirsə, yük nəyə bərabərdir? Fiqurun sahəsinə dedik. Cəryan sıxlığı J nədir desə, dedik ki, cəryan şiddətini bölürük, naqilin en kəsik sahəsinə və sıxlığı alırıq dedik. İndi uşaqlar, biz cəryan şiddətində bilməli olduğumuz bəzi qurğular var. Bu dərsdə xüsusilə də çox qurğu keçəcək. O qurğuları indi bəzilərini yazıram. Bu keçdik. Bu nə idi? Elektrik açarı idi. Bu nədir? Cəryanı qapamaq üçün istifadə olunan elektrik düyməsidir. Bu açar və düyməni inşallah bilirsiniz də. Söhbət nədən gedir? Sonra cəryan mənbəyi olaraq, məsəl üçün bunu keçdik. Hansı ki, bir tərəfi müsbət, bir tərəfi mənfi adlandırırıq. Və yaxud da ki, qalvanik element, yəni bir dənə batareya olsa, bu şəkildə çəkirik. Adətən bunun üstünə müsbət, mənfi yazılmır. Çünki böyük olan tərəf bir növ kondensatora oxşasa da, kondensator zad deyil. Kondensatorda lövhələr bir-birinə bərabərdir. Mənbədə isə biri böyük, biri kiçikdir. Kiçik olan mənfidir, böyük olan müsbətdir. Bir neçə elementdən ibarət olanda isə biz ona deməli nə deyirik uşaqlar? Akkumulyator deyirik. Akkumulyatorun işarəsi belədir. Bu akkumulyator harada rastlayırsınız? Məsələn, belə deyək də, ən elementar. Bir pultun altında 2 dənə batareya olur da. Buna bir akkumulyator deyə bilərik. Bir batareya olanda işarəsi belədir, bir neçə batareya olanda belədir. Bir çox uşaq oyuncaqları, maşının falan altında məsəl üçün 6, 7, 8 batareya olur. Onda onun mənbənin, həmin cəryan mənbəyinin işarəsi bax bu şəkildədir. Uşaqlar, sonra lampadan istifadə edəcəyik. Özür sayın. Deməli, gün boyu o qədər danışırıq ki, deməli, desələr ki, elektrik lampasının şərti işarəsinə şəkildədir. Baxın, bu şəkildədir. Sonra desələr ki, ampermetr, siz bilirsiniz ki, ampermetr nəyi ölçür? Cəryan şiddətini ölçür. Sonra biz voltmetri keçəcəyik. Voltmetrlə dövrədəki nəyi ölçürük? Gərginliyi ölçürük. Sonra wattmetri keçəcəyik. Wattmetrlə nəyi ölçürük? Əlbəttə ki, gücü ölçürük. Sonra biz danışacaq nədən? Rezistordan danışacaq.
müqaviməti böyük olan məftil idi. Sonra ağlıma gəldikcə yazacağım. Reostatdan danışacaq. Reostat nə idi uşaqlar? Cəryan şiddətini tənzimləyən, cəryan şiddətini artırıb azaldan qurğu idi reostat. Bir də var idi elə təxminən belə deyək də bu reostatın şərti işarəsi belə idi. Deməli reostatın şərti işarəsi. Bir də var idi potensiometr. Potensiometrin isə şərti işarəsi bax belədir. Potensiometrin isə şərti işarəsi bax belədir. Cəryan şiddətini artırıb azaltmaq üçün reostatdan istifadə edirik. Gərginliyi artırıb azaltmaq üçün isə potensiometrdən istifadə edirik. Bir də elektrik zəngi var. Zəngin şərti işarəsi belədir. Bir növ göbələyə oxşayır. Bu elektrik zənginin şərti işarəsidir. Sonra məsələn qızdırıcı element var idi. Qızdırıcı elementin şərti işarəsi bax bu şəkildədir. Bundan əlavə əriyən qoruyucumuz var. Əriyən qoruyucunun da şərti işarəsi bax bu şəkildədir. İndi yenə də başqa elektrik cihazları var, onların da şərti işarələri var. İndi əsas mən bunları çəkdim, bunlar hələ ki kifayət eləyər bizə. Yenə də bu dərsin ikinci hissəsi olacaq, o ikinci hissədə də digər işarələr haqqında danışarıq. Bu işarələri növbəti dərsə kimi öyrənmək lazımdır. İndi uşaqlar biz qutarırıq burada. Xeyr, əlbəttə ki, biz elektrik müqavimətindən danışacağıq. Elektrik müqaviməti haqqında danışacağıq. Ən azından müqavimət və naqillərin ardıcıl paralel birləşməsini bugün keçək ki, gələn dərsə biraz nisbətən ya da saxlayarıq. Naqillərin ardıcıl paralel birləşməsini gələn dərsə saxlayarıq. Müqaviməti danışaq. Bugün üçün bu qədər kifayət eləyər. Nəzərə alsaq ki, 10-cu siniflərdə var. Çox yükləyməyək. Amma çalışacağam ki, mümkün mərtəbə sabah sabit cəryanın ikinci hissəsini qutaraq. Sabit cəryanın ikinci hissəsini qutaraq və bazar günü onlayn dərsdə kvant fizikası keçəcəm uşaqlar üçün. Kvant fizikasını keçəcəm. Həm də sabahda kvant fizikası var, unutmayın uşaqlar. 12 olmalı da yəni də. İndi danışaq nədən? Müqavimət haqqında danışaq. Müqavimət nədir? Müqavimət nədir? Müqavimət hərfi ilə işarə olunur. Bəs müqavimət nədir? Gəlin onu biraz aydınlaşdıraq. Uşaqlar, siz bilirsiniz ki, elektronlar nə edir? Məsələn, müsbət qütbə doğru nə edirlər? Nizamlı hərəkət edirlər. Elektronlar müsbət qütbə doğru nə edirlər? Nizamlı hərəkət edirlər. Elektronlar müsbət qütbə doğru nizamlı hərəkət edirlər. Elektronlar müsbət qütbə doğru hərəkət edəndə biz bu haqda danışmamışıq. Bax, naqilin yuxarı və aşağı qütblərində müsbət iyonlar olur. Bir iyonlar da yuxarı-aşağı rəqs hərəkət edirlər. Bax, naqilin yuxarı və aşağı qütblərində müsbət iyonlar olur. Bu iyonlar yuxarı-aşağıya doğru nə edirlər? Hərəkət edirlər. Bax, burada da olur, burada da olur. Onlar da irəli-geri rəqsi hərəkət edirlər. İndi burada nə baş verir? Özünüz siz təsəvvürünüzə canlandırmağa çalışın. Baxın, burada elektron sola doğru hərəkət eləyəndə, bu elektrondur, elektron sola doğru hərəkət eləyəndə, yuxarıdakı bu iyon gəlir bunu aşağıya doğru itələyir. Bu gəlir belə. Bunlar belə itələyir, bu gəlir belə. Bu aşağı itələyir belə. Normal hərəkət eləyə bilmir də artıq elektronlar. O iyonlar yuxarı-aşağı hərəkət eləyəndə başlayırlar nə etməyə? Deməli, elektronların hərəkət istiqamətini dəyişməyə. Bu zaman dövrədə nə yaranmış olur? Elektronlar normalda iyonlar olmasaydı rahat çıxıb gedəcəkdilər.
Amma ionlar yuxarı-aşağı rəqsi hərəkət edərək dövrədə nə yaranmış olur? Elektronların hərəkət istiqamətini dəyişdirərək onlara müqavimət göstərən bir məfhum ortaya çıxır. Həmin o anlayışı müqavimət adlandırırıq və cəryan şiddəti o müqavimətlə tərs asılıdır. Çünki müqavimət, yəni R nə qədər böyük olsa, elektronları yuxarı-aşağı rəqsi hərəkət etdirərək onun müsbət qütbə gəlməsinin qarşısını alacaqlar. Yəni dolayısıyla dövrədə nə yaranmış olacaq? Müqavimət yaranacaq. Və bu müqavimət cəryan şiddəti ilə nə cür asılıdır? Tərs asılıdır. Bax, siz bilirsiniz ki, buranın potensialı φ1, buranın potensialı φ2-dir. Və müsbətin potensialı həmişə mənfidən böyükdür. Yəni φ1 φ2-dən fərqlidir. φ1 φ2-dən fərqli olanda bunların fərqi bizə nəyi verirdi? Gərginliyi. Gərginlik nə qədər çox olsa, o zaman burada cəryan şiddəti bir o qədər çox olacaq. Yəni Ohm kəşf edib ki, cəryan şiddəti dövrənin potensiallar fərqi olan gərginliklə düz, müqavimətlə nə cür asılıdır? Tərs asılıdır. Yəni deyirəm, cəryan şiddəti O ilə nə cür asılıdır? Düz asılıdır. Bu mərkəzdən başlamalıdır. I. R-lə nə cür asılıdır uşaqlar? I, R ilə nə cür asılıdır şagirdlər? Tərs asılıdır. Bu dövrə hissəsi üçün Ohm qanunu adlanır. Sizdən soruşsalar ki, Ohm qanunu riyazi ifadəsi nə cürdür? Bir var tam dövrə hissəsi üçün Ohm qanunu. Bunu gələn səfər danışarıq. İndi danışırıq dövrə hissəsi üçün Ohm qanunu. Dövrə hissəsi üçün Ohm qanunu nədir desələr, deyəcəksiniz ki, Ohm qanununda deyirdi ki, cəryan şiddəti gərginlik ilə düz asılıdır, dövrənin müqaviməti ilə tərs asılıdır. Sizdən soruşsalar ki, bəs bu müqavimət özü nə mənəm şeydir? Deyəcəksiniz ki, normalda naqilin yuxarı və aşağı qütblərində aşağı və yuxarı hərəkət edən ionlar olur və bu ionlar hərəkət edərək elektronların istiqamətini dəyişir. Dolayısıyla cəryanın yaranmasına müqavimət göstərirlər. Və bu müqavimət R hərfi ilə nə edilir? Uşaqlar işarə edilmiş olur. Bu bizim müqavimətimizdir. Bəs bu müqavimət nədən asılıdır uşaqlar? Gəlin onu danışmağa çalışaq. Bax, R nədən asılıdır? R-in aslılıq düsturu var. Bunu inşallah bilirsiniz artıq. R bərabərdir rho vurulsun L böl S. Yəni deyirəm, bunu sonradan dinləyəcək olan uşaqlar üçün, təkrarda olan uşaqlar üçün bu dərs keçir. Ona görə bəzən deyirəm ki, bunu bilirsiniz. Müqavimət R-dir. Nədən asılıdır? Rho vurulsun L böl S-dən asılıdır. Və müqavimətin vahidi ohmdur. Gərginliyin vahidi voltdur. Müqavimətin vahidi isə nədir? Üzrü sayın. Müqavimətin vahidi ohmun şərəfinə ohm qəbul olunur. İndi bəs bu nədir? Naqilin uzunluğu nə qədər çox olsa, bu naqil nə qədər çox olsa, uzunluq nə qədər çox olsa, müqavimət bir o qədər böyüyəcək. Nöşün aymənin. Çünki burada naqil deyək ki, bu boyda uzun olanda, indi əslində bu hissəsi də var naqilin, indi fərz deyək ki, bu boydadır naqil. Burada atıram, məsəl üçün, əslində burada yüz minlərlə, milyonlarla elektron ionundan söhbət edirəm. Mən məsəl üçün, sadəlik olsun deyə burada bir neçə elektron falan çəkmişəm. Naqil bu uzunluqda olanda, burada neçə ion var? 1, 2, 3, 4 dənə. Uzatdıqca buradakı ionların sayı çoxalır. İonların sayı çoxaldıqca, elektronlar təsir edən ionlar çoxaldıqca əlbəttə müqavimət də artacaq. Deməli, uzunluq nə qədər böyük olsa, müqavimət bir o qədər çox olacaq. Bir də naqilin ən kəsik sahəsi S ilə isə müqavimət tərs asılıdır. Sahəni böyütsək, bu naqilin yəni qalınlığını artırsaq, müqavimət kiçilir. Nöşün aynen. Çünki uşaqlar, kiçik olanda ion gəlir rahatlıqla elektronla toqquşur. Və onun istiqamətini dəyişir. Amma naqilin ən kəsik sahəsi böyük olanda, ion buradan bura gələnə kimi elektron rahat gedə bilir. Yəni, bir var ki, bu buradan gəl, bunu itələsin. Bir də var ki, buradan gəlmək daha rahatdır da. Yəni, ən kəsik sahəsi nə qədər geniş olsa, müqavimət aşağı düşür. Naqil nə qədər nazik olsa, müqavimət çoxalır. Ona görə nazik naqillər daha tez sıradan çıxır. Çünki daha çox toqquşmalar olur ionlarla elektronlar və toqquşmalar zamanı ortaya nə çıxır? İstilik ayrılır, kinetik enerji artır. Kinetik enerjinin artması da ki, 2-3 KT düsturuna görə temperaturun artması deməkdir. Temperatur artan naqil də əriyir. Yəni, nə qədər ən kəsik sahəsi naqilin geniş olsa, bir o qədər müqavimət nə olur? Aşağı düşür. S ilə müqavimət tərs asılıdır, L ilə müqavimət nə cür asılıdır? Düz asılıdır.
Bəs müəllim, rho nədir? Rho xüsusi müqavimətdir. Rho xüsusi müqavimətdir. Məsələn, materialı ola bilər alüminiumdur, materialı ola bilər bu naqili misdir. Atıram, məsələn, elə belə deyirəm bunu. Alüminiumda deyək ki, 1 metrə 10 dənə ion düşürsə, misdə deyək ki, 1 metrə 12 dənə ion düşür. Misdə müqavimət onda çox olacaq. Yəni, xüsusi müqavimət materialın növünü xarakterizə edən kəmiyyətdir. Yəni, müqavimət həm də materialın növündən asılı olaraq dəyişir. Ona görə bura rho əlavə edirlər. Yəni, məsələn, normalda I bərabərdir 10 qanunu U bölünsün R-dir dedik. Və R-in də düsturu rho vurulsun L böl S-dir dedik. Və müqavimətin vahidi də 10-dur, 10 kişinin şərəfinə. Bəs müəllim, burada xüsusi müqavimətin, daha burada uşaqlar, o gərginlikdir, vahidi voltdur. Bunu biz yükdə də keçirik, həm də kondensatorda keçəndə tutumda da keçmişik, danışmağa ehtiyac yoxdur. Cəryan şiddətinin vahidini keçdik. Müqavimətin vahidi 10-dur dedik. L uzunluqdur, vahidi metr olacaq. S sahədir, yeri gəlmişkən deyim, mən bunu dəfələrlə deyəcəm. S görəndə vahidi metr götürməyin. Sahə deyiriksə, sahənin vahidi nədir? Metr kvadratıdır. İndi uşaqlar, əsas məsələ, bəs xüsusi müqavimətin vahidi nədir? Xüsusi müqavimətin vahidini tapanda, gəlin buradan tapaq. S-i keçirərək R-in yanına, SR bərabərdir, rho vurulsun L olacaq. Durub buradan da rho-nu taparsaq, rho da bərabər olacaq, SR bölünsün L-ə. Uşaqlar, L-in vahidi nədir? Metrdir. S-in vahidi nədir? Metr kvadratıdır. R nədir? Təzə öyrəndik, vahidi 10-dur. Metrlə metrin kvadratı ixtisar edəcək, 10 vur metr olacaq. Bax, müqavimətin vahidi 10 idi. Xüsusi müqavimətin vahidi isə nədir uşaqlar? 10 vur metrdir. Və xüsusi müqavimət, yadınızda saxlayın, nədən asıdır? Materialın növündən asıdır. İndi biz gələn səfər deməyək, elə indi danışaq. Müqavimət həm rho vurulsun L böl S-dən asıdır. Bir də müqavimət temperaturdan asıdır. Temperatur artdıqca metalın müqaviməti artır. Niyə? Bunları başa düşdükdə uşaqlar, bunları silə bilərəm. Əgər başa düşmədisə, izah edə bilərəm. Tamam, silərəm onda. İndi uşaqlar, bir dənə bura baxın. Müqavimət həm də nədən asılıdır? Deməli, müqavimət həm də demək temperaturdan asılıdır. Mənim temperaturun müqavimətin nə dəxliyyatı var deyə bilərsiniz. Baxın uşaqlar, deməli, burada fikir verirsiniz, naqil çəkirəm. Burada bir naqil çəkirəm. İndi elektronlardır, hərəkət eləyir deyək ki. Elektronlar da hərəkət eləyir, burası müsbət qütb olsun, burası mənfidir. Burada da bizim nəyimiz var? İyonlarımız var. İyonları yaşılla çəkək, qara ilə olsun. İyonlarımız var. İyonlar da yuxarı aşağı rəqsi hərəkət edirlər. İyonlar da yuxarı aşağı nə edirlər? Rəqsi hərəkət edirlər. İndi uşaqlar, spirt lampası ilə bu naqili qızdırsaq, siz mənə adətən uşaqlarıma belə deyirəm, kinetik enerjinin bərəkətli bir düsturu var, 2/3 KT düsturu. Bunu bilməmiş, eşitməmiş olmaz. Temperatur çoxalanda nə çoxalır? Kinetik enerji. Kinetik enerji özü nə idi? mv kvadrat bölü 2 idi, digər düsturu. Kinetik enerjinin çoxalması nəyin çoxalması deməkdir? Sürətin. Bax, biz burada qızdırdıqca naqili, iyonların nəyi çoxalır? Kinetik enerjisi. Kinetik enerji çoxaldıqca sürəti çoxalır. Məsələn, iyon gəlib burada elektronla bir dəfə toqquşmalıysa, sürəti çoxaldığına görə artıq çox toqquşur. Məsələn, bunu qızdırdıqca toqquşmaların sayını əslində artırır. Toqquşmaların sayını artırdıqca müqavimət artır. Müqavimət artdıqca cəryan şiddəti aşağı düşür. Onda deyə bilərik ki, müqavimət həm də nədən asılıdır? Temperaturdan. Temperatur nə qədər çox olsa, əlbəttə ki, müqavimət də bir o qədər nə olacaq uşaqlar? Çox olmuş olacaq. Deməli, deyə bilərik ki, müqavimət həm də nədən asılıdır? Temperaturdan asılıdır. Müqavimət nədən asılıdır desələr, deyəcəksiniz ki, müqavimət cəryan şiddətinin düsturu var. R burada nəyə bərabərdir? U bölünsün I-yə. Müqavimət U-dan I-dən asılı deyil uşaqlar. U ilə I ilə asılığı yoxdur.
müqavimət nədən asılıdır? R bərabərdir rho vurulsun L böl S-dən. Bir də nədən asılıdır deyəcəksiniz? Müqavimət materialın növündən və dolayısıyla temperaturdan asılıdır demiş olacaqsınız. Bu müqavimət üçün dedik, müqavimətin asılıqları haqqında da danışdıq. Demək olar ki, bizim burada bir şeyimiz qalmadı. Və uşaqlar, naqilin müqaviməti 10 metr adlanan cihazla ölçülür. Bunu da yadımızda saxlayaq. 10 metr adlanan cihazla ölçülür naqilin müqaviməti. Belə, biz müqavimət haqqında demək olar ki, əsas məsələləri danışdıq. İnşallah gələn səfər biz danışacaq. Reostat nədir, potensiometr nədir, naqillərin ardıcıl paralel birləşməsi nədir, sabit cərəyanın işi nədir və bir də danışacaq gücündən eyni zamanda tam dövrə hissəsi üçün Ohm qanunu. Bugün sizi çox yormaq istəmirəm uşaqlar. Belə, bugün sizi çox yormaq istəmirəm. Baxın görüm kimlər var, kimlər yox. Burada yekunlaşdırım mən dərsi. Dərsin sonuna doğru çox şagird tərk edib. Təəssüf ki, uşaqlar, sualınız var, xüsusilə də o təzə qoşulan 10-cu siniflər. Sualınız varsa verin. Sual varmı? Yoxdur. Hə, nə gözəl. Yenə də videoyu birazdan indi paylaşacağam, linkini atacağım. Sualınız olsa yenə də baxarsınız və yaxud verərsiniz. İnşallah mümkün mərtəbə sabah çalışacağam ki, bu dərsin davamını keçib tamamlayaq. Belə, gecəniz xeyirə qalsın o zaman. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ